Hansı narkotikdən danışılır, hansı kərimə dövlətindən danışılır. Qardaşımı narkotikdən tuturlar və sosial şəbəkəyə verirlər ki, İran casusu. Bunlar 16 nəfərindən 32 nəfərin içində narkotik satıb kərimə dövlət qurmaq istəyiblər. Bu necə bir absurd fikirdir, bu necə absurd bir ittihamdır. Ona görə qardaşım kiraya qalır, ona görə qardaşımın borcları var, ona görə qardaşımın banka borcu var, şəxsi borcları var, insanlara borcları var. Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır, gedə bilərlər. Biz sizin vətəndaşlarıq, biz Azərbaycan vətəndaşlarıyıq. Biz niyə fars tulası oluruq ki? Biz haqqımızı istəyirik deyə oluruq fars tulası. Niyə biz cəmiyyətə bugün düşmən kimi çatdırılırıq? Mən də istəyərdim ki, hamı susmasın, danışsın, qorxmasın heç kəs, etirazını bildirsin. Hamı etirazını bildirsə, məncə bu haqsızlıqlar davam eləməz. Niyə? Yəni biz bu sualı dövlətə veririk. Niyə həbs olunub? Şəxsən mənim qardaşım narkotikin rəngini tanımır. Mənim 2 dənə körpə uşağım var. Birinin 3 yaşı var, biri hələ yaş yarımlıqdır. Bütün günü ata istəyirlər məndən. Təsəvvür edirsiniz, siz ən azı 5 il verilsə, mənim uşağım 8 yaşı olacaq. Bu nə demək? Bu nə deməkdir? Bir insanın həyatı məhv olur.